Salam, hər vaxtınız xeyirli olsun. Müəllimlər, mən kurikulum təlimçisi Aytən Hüseynova. Sizlər üçün Artinin 30 may keçirdiyi sınağın izahını paylaşıram və qeyd edim ki, bu biologiya müəllimləri üçün paylaşılan sınaq idi. Kurikuluma əlbəttə ki, aid olan hissəsini qeyd edəcəm və onu da qeyd edim ki, müəllimlər, hər ay sınaq qruplarımız açılır. Bildiyiniz kimi, sınaq qruplarımıza qoşulmaq üçün 051 437 38 və 67 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Hər ay açılan sınaq qruplarımıza qoşula bilərsiniz və təkrar qruplarımıza da qoşulmaq imkanınız vardır. Qeyd edim ki, təkrar qruplarımızda testlər üzərindən təkrar edirik, daha çox testlər, sınaqlar işləyirik və sınaq qruplarımızda da ödəniş sadəcə 5 manatdır və sınaq qrupumuzda imtahan gününə qədər hər gün müxtəlif sınaqlar işlədilir. İstəyən müəllimlər əlbəttə ki, qoşula bilər. Və keçid alırıq testimizin izahına. İnteraktiv təlimin xüsusiyyətləri hesab edilmir. Müəllim mərkəzli yanaşmanın əsas götürülməsi, bəli, elə bu hesab edilmir. Çünki şagird mərkəzli idi interaktiv təlim, bu yanlışdır. Elə A variantı doğru cavab olacaq. Digərinə keçid alırıq. Biliklərin yaradıcı tətbiq edilməsi, bəli, bu var idi. Yeni biliklərin araşdırma yolu ilə öyrədilməsi doğrudur. Qarşılıqlı öyrənilməsi, qarşılıqlı təlimə üstünlük verilməsi, bəli, əks əlaqə mövcud idi. Təfəkkürə əsaslanması, bəli, bu da interaktiv təlimdə öz əksini tapmışdır. Və keçid alırıq digərinə. Hansı məqsəd summativ qiymətləndirməyə aid deyil? Summativ qiymətləndirmə məktəb daxili qiymətləndirmənin növlərindən biri idi və iki yerə ayrılırdı. Yəni, böyük summativ qiymətləndirmə və kiçik summativ qiymətləndirmə. Yalnız, yəni, summativ qiymətləndirmədə kəmiyyət ilə qiymət yazılırdı. Şagirdlərin nailiyyətlərini qiymət şəklində ifadə etmək, bəli, bu doğrudur, summativ qiymətləndirməyə aiddir. Çünki kəmiyyət ilə qiymət yazılır burada. Şagirdin təlim nailiyyətlərinin inkişafını gündəlik olaraq izləmək, bəzən müəllimlər bunu görüb, nailiyyət sözünü görüb düşünə bilərlər ki, bu summativ qiymətləndirməyə aiddir. Xeyr, bu summativ qiymətləndirməyə aid deyil. Bu, ümumiyyətlə, yanlış bir fikirdir. Çünki gündəlik olaraq izləmək, bu formativ qiymətləndirmədədir. Gündəlik şagirdin inkişafı izlənilir formativ qiymətləndirmədə. Deməli, B variantı yanlış olmuş olacaq. Yəni, summativ qiymətləndirməyə aid deyil. Keçid alırıq. Digərinə tapşırıq. Sizə sağlam qidalanma planı hazırlamaq tapşırılmışdır. Planı hazırlayarkən şəxsin yaş və sağlamlıq vəziyyətini nəzərə almalısınız. Eyni zamanda şəxsin büdcəsi də nəzərə alınmalıdır. Bəli, müəllimlər, bu sual bəzi müəllimlərdə çaşqınlıq yaratdı və düşündülər ki, fənniüstü görürüksə onu artıq fənlər arası götürəcək. Xeyr, əgər bunu dərsdə verirsə, layihə işində, planda hər hansısa bir tapşırıq olaraq verirsə, bu zaman fənlər arası olacaq, yəni situasiyadan asılı olacaq. Yox, həyatda, yəni artıq həyatla əlaqələndirmə varsa, bu zaman fənniüstü olacaq. Burada da deyir ki, planı hazırlayarkən plan verir, şəxsin yaş və sağlamlıq vəziyyətini nəzərə almaq, eyni zamanda şəxsin büdcəsi də nəzərə alınır. Büdcə deyirsə, artıq burada hesablamaq var. Bəli, bu hesablama, yəni biologiyadan keçid aldı riyaziyyata, yəni digər fənnə keçid aldı. Bu fənlər arası, yəni C variantı yalnız fənlər arası olmuş olacaq. Keçid alırıq digərinə tapşırıq. Təngi nəfəslik, ürək döyünmə, baş gicəllənməsi, daimi yorğunluq, əzgillik simptomları olan xəstənin hansı orqanının zədələndiyini müəyyənləşdirin. Bunun üçün orqanların funksiyalarını araşdırmaq lazımdır. Yəni, bizdən Benjamin Bloom'un taksonomiyasının hansı mərhələsinə aid olduğunu soruşur. Əlbəttə ki, müəllimlər bunu yəni testlərdə vermişdi tətbiq etmək, amma mən yenə də tətbiq etmək ilə razılaşmıram. Sizlər də öz fikirlərinizi yorumlarda yazıb bildirə bilərsiniz. Çünki burada bir neçə xəstəliklərin adını sadalayır. Təngi nəfəslik, ürək döyünmə, baş gicəllənməsi, daimi yorğunluq, əzginlik, yəni bu kimi simptomlar var xəstədə. Yəni belə bir situasiya verib. Daha sonra deyir ki, onun hansı orqanının zədələndiyini müəyyənləşdirin. İndi biz müəyyənləşdirməliyik ki, bu xəstəliklər əsasında onun hansı orqanı zədələnib. Bu təhlil etmək, yəni düşünürəm mən. Mən təhlil etmək götürürəm. Yəni amma Arti bunu tətbiq etmək vermişdi testlərdə. Yenə də öz fikirlərinizi bildirə bilərsiniz. Şagirdlərə 2 bioloji
prosesin müqayisəsi tapşırılmışdır. Əldə edilən informasiyanı qarşılaşdıraraq cədvəldə qeyd etmək və insan üçün hansı prosesin daha əhəmiyyətli olduğunu müəyyənləşdirmək lazımdır. Yenə də idraki taksonomiyanın hansı mərhələsi olduğunu soruşur bizdən. Əlbəttə ki, müəllimlər, cədvəldə qeyd etmək və insan üçün hansı prosesin iki bioloji proses var. Onları müqayisə etməliyik. Hansı insan üçün yəni üçün hansı prosesin daha əhəmiyyətli olduğunu müəyyənləşdirmək lazımdır. İki fərqli məqam var. Bəli, bu zaman təhlil etmək olacaq. Doğru cavab təhlil etmək olacaq. Keçid alırıq digərinə. Valideyn hər dəfə övladını məktəbdən götürməyə gecikir. Bu sizə mane olur, çünki hər dəfə şagirdi gözləməli və evə gec getməli olursunuz. Belə situasiyada problemi necə həll etsəniz effektiv olar. Valideynə heç nə demədən şagirdlə birlikdə gözləməyə davam edirsiniz. Demək ki, yanlış yanaşmadır, çünki bu hal yenə də baş verəcək. Narazılığınızı şagirdə bildirin ki, evdə valideynə desin. Bu da yanlışdır. Yəni şagird gecikmir ki, valideyn gecikir onu götürməyə, yanlış yanaşmadır. Valideynin davranışı barədə məktəb rəhbərliyinə məlumat verib, xeyr, bu ümumiyyətlə oxumağa dəyməz, çünki valideynin ilk öncə özü ilə söhbət aparmaq lazımdır ki, birbaşa rəhbərliyə müraciət etmək yol verilməzdir. Digər, valideynlə danışıb səbəbi öyrənməyə və birlikdə problemin həllini tapmağa çalışmaq, elə doğru cavabımız da bu olacaq. Və keçid alırıq digərinə. Müəllim fotosintez hadisəsinin vacibliyi ilə bağlı müzakirə təşkil edir. Müzakirəni elə aparır ki, şagirdlər bir-birinin fikirlərini dinləyir və deyilənlərdən çıxış edərək suallar verirlər. Bunu bəzi müəllimlər müzakirə xəritəsi götürmüşdülər, amma yanlışdır. Çünki bu Sokrat dialoqu olacaq müəllimlər. Çünki Sokrat dialoqu o da müzakirə üsulu idi və Sokrat dialoqunda bir-birini dinləməlidirlər. Çünki deyilən fikirlərdən çıxış etməlidirlər. Bu səbəbə görə bir-birlərinin fikirlərini dinləməlidirlər. Və keçid alırıq digərinə. Hansı fikir doğrudur, hansı fikirlər? Müəllim problemli situasiya təqdim edir və tapşırıqları real situasiyalar üzərindən qurur. Bəli, doğru yanaşmadır. Emosional intellekt təşkilatçılıq bacarıqlarını inkişaf etdirir. Bəli, bu da doğru yanaşmadır. Keçid alırıq. Strategiyasız da metakognitiv bacarıqları formalaşdırmaq asandır. Xeyr, müəllimlər, metakognitiv bilik, ümumiyyətlə metakognitiv bacarıqlar, ümumiyyətlə metakognitiv sözünün mənası nədir? Meta, yəni özü haqqında, kognitiv idraki deməkdir. İdraki bacarıqlara sahib olmaq, özü haqqında da biliklərə sahib olurdusa, bu zaman strateji biliyidir. Strategiya özü üçün düşünürdü. Yəni hər hansısa bir özünü qiymətləndirmə var idi. Yəni strategiyasız ola bilməz. Bu yanlış yanaşmadır. Müşahidə yolu ilə informasiyanı emal etmək bacarığı rasional təfəkkürün ölçülməsinə imkan verir. Bəli, bu da doğru yanaşmadır. Dərsin məzmununun bütün şagirdlərə eyni şəkildə çatdırılması daha məqsədə uyğundur. Xeyr, bu yanlışdır. Bu ənənəvi təlimdə mövcud idi. Çünki dərsi şagirdlərə müxtəlif, formada çatdırmaq lazımdır. Çünki müxtəlif öyrənmə tərzinə, müxtəlif hazırlıq səviyyəsində, müxtəlif marağa sahib olan diferensial təlimdə olduğu kimi, yəni bu kimi şagirdlər var sinifimizdə, ona görə də müxtəlifliyi nəzərə almaq vacibdir. Deməli, doğru olanı istəyir bizdən 1, 2 və 4 olacaq. Yəni C variantı doğru cavabımız olacaq. Keçid alırıq digərinə. Əgər komanda yoldaşınızın təklif etdiyi həll məqsədə uyğun deyilsə, nə edərsən? Hansı cavab əməkdaşlıq bacarığının yüksək olduğunu göstərir? Mən münasibətlərin pozulmamasını əsas tutaraq yoldaşımı dəstəkləyərdim. Xeyr, əgər onun səsləndirdiyi fikir ümumiyyətlə doğru deyilsə, yanlış yanaşmadır. Nəzakətlə fikrimi bildirər, alternativ həll yolları təklif edərdim. Bəli, elə bu məqsədə uyğun olar. B variantı doğru cavabdır. Digərlərinə də baxaq. Müstəqil şəkildə həll edərdim. Yanlışdır. Bu situasiyaya uyğun deyil. Komanda toplantısı ilə üzvləri bu fikrin yanlış olduğuna inandırardım. Bu da yanlışdır. Və keçid alırıq. Digərinə yoldaşımın fikrinin səhv olduğunu faktlarla sübut edərdim. Bu da yanlışdır. Və keçid alırıq digər 60-cı testimizə. Deməli, qeyd edir. Tənəffüs zamanı davamlı olaraq
Bir qrup şagird başqa bir qrup şagirdi ələ salır, xarici görünüşünü məsxərəyə qoyur. Nəticədə bullyingə məruz qalan şagird özünə qapanır, gərginləşir və sinifdə ünsiyyətdən yayınır. Siz bullying edən şagirdlər qrupu ilə dəfələrlə danışsanız da onlar hərəkətlərini davam etdirirlər. Bu situasiyada müəllimin hansı yolla problem həll etməsi daha məqsədə uyğundur? Problemin həlli verilib və nəticə verilib. Əlbəttə ki, burada da deməli baxaq, şagirdlərin davranışını görməzdən gəlin və müşahidələrinizi niyə görməzdən gəlirik? Görməzdən gəlmək əlbəttə ki, ümumiyyətlə bu fikri oxumağa dəyməz. Bullying edən şagirdləri dərsdən sonra məktəbdə saxlamaqla cəzalandırmaq və digər şagirdlərlə bu cür davranmağın doğru olmadığı haqqında danışmaq, bu cür problem ədalətli qorunduğunu, xeyr, bu ümumiyyətlə yanlış bir fikirdir. Keçid alaq digərinə. Bullyingə məruz qalan şagirdlə fərdi söhbət aparmaq, emosional dəstək göstərmək, digər şagirdlərlə onların davranışları haqqında söhbət edib və prosesə məktəb psixoloqunu cəlb etmək, bu davranış problemi peşəkarcasına həll etməyə kömək edir. Həmçinin şagirdləri problemin həllinə özlərinin gəlməsinə şərait yaradır. Bəli, elə C variantı doğru cavab olacaq. Belə müəllimlər, məni dinlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Kanala abunə olub şərh yazmağı unutmayaq.